Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 8-2-ci ay 2026-cı il Masallı Abituriyent Mərkəzinin keçirdiyi buraxılış imtahanının riyaziyyat suallarının izahına baxacağıq sizlə. 10-cu siniflər üçün keçək suallarımızın izahına. Birinci sualdan başlayacaq. Tənasübdə kənar hədlərin cəmi. Tənasüb ümumiyyətlə nə idi bizdə? A-nın B-yə, C-nin də D-yə. Uşaqlar, kənar hədlərin cəmi dedikdə, yəni A ilə D-nin cəmi bizə neçə verib? 14. Və onun kvadratları cəmidir. Yəni A kvadrat plus D-nin də kvadratı neçə verib bizə? 100. Bizdən soruşur ki, bu tənasübün orta hədlərin hasilini tapın. Yəni B ilə C-nin hasilini soruşur. Axı tənasübün kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdirmi? Yəni biz AD-ni tapmış olsaq, elə BC-ni də tapmış olacaq. Biz buna da köməkli düstur tətbiq eləsək. A plus D bağla kvadrat minus 2AD. Bunu bizə neçə verib? 100. A ilə D cəmi neçədir? 14. 14-ün kvadratı 196. Minus 100-ü keçirdərəm sola. 20 AD-ni keçirdərəm. Hara 2 AD-ni daha doğrusu keçirdərəm hara sağ tərəfə. Onda nə olacaq bizdə? 96 bərabərdir 2 AD-yə. AD-ni neçə tapmış olduq biz? 48. AD 48 ilə BC-də 48-ə bərabərdir. C variantı. Demək, C variantı. 200 milyon ədədin standart şəklində yazılışında 200 milyon nə demək? 250 milyon nə deməkdir? Onun yanında 6 dənə 0. Yəni bu da eləyəcək bizdə 2,5 vurulsun. 10 üstü 8. Qiymətli hissə ilə tərtibin hasili. Qiymətli hissəmiz olacaq 2,5. Demək, tərtibimiz neçə olmuş olur? 8. Bu da nəyə bərabər deyil? 20-yə bərabər deyilmi? Keçdik növbəti suala. Çox hədəsi 2 ədədin kvadratlar olarsa n plus n cəmini tapın. Buradan biz bunu bir şəkildə yaza bilərikmi? X plus 4 bağla kvadrat. Bunun açılışını yazsaq, nə olacaq bizdə? X-in kvadratı plus 8x plus 16. 16'dır və burada 16'nın yerində n durub. Demək, n nəyə bərabərmiş? 16'ya. Bu ifadədə yazsam yerinə y kvadrat plus 16y plus m. Bunu da bu şəkildə yazaram da. Y plus 8 bağla kvadrat. Bu da nəyə bərabərdir? Y-in kvadratı plus 16y plus 64-ə. Uşaqlar, 64-ün də yerində nədir? Bizdə m. Onda m də nəyə bərabərmiş? 64-ə. Bunların cəmini istəyir bizdən. Cəmi nəyə bərabər olacaq? 80-ə. A, B, C bir-birinə fərqli ədədlər. Bir-birinə fərqli deyirsə, götürdüyü fərqli yazdıq. Demək, təklik, onluq, yüzlük hər birində A-da, B-də, C-də iştirak elədiyinə görə, onda bunların açılışını yazsam 111A, 111B, 111C. 662-də parçalasam, 666-da 111 vursun 6 kimi. Hər tərəfi də 11-ə ixtisara aparsaq bizdə nə qalır? A plus B plus C cəmi 6-ya bərabərdirmi? Və bir-birindən fərqli rəqəmlər olduğuna görə 1, 2, 3 bu ədədləri verə bilərik də bizdə hasil nəyə bərabərdir? 6-ya. A variantı. Boş olmayan A və B çoxluqları üçün. Boş olmayan deyirsə uşaqlar, mən n, A fərqi B götürərik neçə? Daha doğrusu gəlin hardan gəldiyini deyim sizə. Demək uşaqlar 3 n, A fərqi B bərabərdir n, B fərqi A. Bu da bərabərdir 4 n, A kəsişir B-yə. Uşaqlar, bunların üçü də bir-birinə bərabərsə, bunların üçü üçün bir əkov tapsam nəyə bərabər olacaq? 12K-ya. Onda belə çıxır ki, n, A fərqi B bərabər olar 4K-ya. N, B fərqi A bərabər olar 12K-ya. Və n, A kəsişir B. Bu da bərabər olmuş olacaq bizdə neçəyə? 3K-ya. Bir dəqiqə, itdi. 3K. İtdi. Aha, çəkisək bunu Venn diaqramına görə. Olacaq A, olacaq B. Demək, B fərqi A. B fərqi A nədir bizdə? 12K. Kəsişmə 3K. Daha doğrusu burada K var da. A fərqi B də 4K. Uşaqlar, bizdə şərtə qayıdırıq əvvələ. Deyir ki, boş olmayan. Boş olmayan o deməkdir ki, yəni kəsişməsində hər hansı bir element olacaq. Və bizdə birləşməsində ən kiçik elementin soruşuyor. Bunun birləşməsi nə verir bizə? 19K. Ən kiçik olması üçün də K nəyə bərabər olmalıdır? 1-ə. Elə cavab nəyə bərabər olur? 19-a. Gəldik. Demək, şəkil formasında veribdir, yəni biraz uşaqlara çətin gələ bilir. Uşaqlar, bax, bunların paralelliyini verib. Deyir ki, bu AB nəyə paraleldir? AB D hissəsinə paraleldir. Yəni, bunlar paraleldir. Və buradan da bu hissəni şəkil kimi də yazacağım da
Demək, bunu da verdik ki, adlandıraq. A, B, C, D. Burada dedik Y. İnşallah bizə nə verir? ABC-ni. ABC. ABC buradır. Buranı verir bizə neçə? 140 dərəcə. BCD. BCD-ni verir bizə neçə dərəcə? 70 dərəcə. Bizdə nəyi soruşur? CD'yə bucağın. Bax, bu bucağı bizdən soruşur. Alfa. Nə edirik? Hər hansı xəttin uzantısını çəksəm, M qaydasına gətirmək görə. 140-ın qonşusu neçədir? 40 dərəcə. Biz də M qaydasına görə bilirdik ki, bir tərəfə baxan bucaqların cəmi, digər tərəfə baxan bucaqların cəminə nədir? Bərabər. Onda nəyə bərabər olmuş olacaq? 70 bərabərdir 40-la alfanın cəminə. Alfa nəyə bərabərdir? 30-a. B variantı. Tərəfi 4 cm bərabər olan kvadrat 16 konqret kvadrata bölmüşdür. ABC üçbucağın sahəsini tapıncalar. Bərabər hissəyə bölünürsə, demək ki, bu üçbucağı aşağıda təsvir eləyək. Tərəfimiz olacaq 4. Görək hündürlüyü neçədir? 1, 2, 3, 4. Hündürlüyümüz də olacaq 4. Üçbucağın sadə üstü nədir? Tərəf o tərəfə çəkilən hündürlüyü hasilinin yarısı. Getdi. İxtisar qaldı. 2, 2-ni 4-ə vurdum 8. C variantı. Tərəfləri 12-26 cm olan bərabər yanlı üçbucağın perimetrini tapaq. Uşaqlar. Əgər siz bura yan tərəflər 12-12 oturacaq 26 yazsınız, üçbucaq bərabərsizliyini ödəməyəcək. Niyə? Çünki üçbucaq bərabərsizliyində hər hansı bir tərəf digər iki tərəfin cəmindən kiçik olmalıdır. 26 necə kiçik olsun 12 ilə 12-nin cəmindən? Ona görə bu hala baxmayacaq. Onda biz nə edəcəyik? Yan tərəflərə məcburən 26 verməliyik ki, oturacağımızda olsun neçə? 12. Perimetrdə nədir? Bunların tərəflərin cəmi. 26, 26, 52 plus 12. 64. D variantı. İfadəsini sadələşdirin. İfadəni sadələşdirsəm 3, 12-ni parçalayaram neçə? 4 vur 3 kimi, minus 48-i parçalayaram 16 vur 3 kimi, 75-i də parçalayaram neçə? 25 vur 3 kimi bərabərdir. 4-dən çıxır 2, 2-ni 3-ə vursam 12 kök altında 3, minus 16-dan çıxır 4 kök altında 3, minus 5 kök altında 3-ə. Bunu hesablasaq 12-dən daha doğrusu 12 niyəyi? 4-dən çıxır 2, 2-ni 3-ə vursam 6. Aha. 6-dan çıxdım 4-ə, 2 kök 3, ondan çıxdım 5-i, olacaq nə? Mənfi 3 kök 3, mənfi 3 kök 3, A variantı. B parametrinin hansı qiymətində, uşaqlar, tənliklər sistemi bu birisi tənliyin həlli olar. Onda biz nə edərik? Birinci tənliyi həll eləsək və birbaşa yazayıq. Hər tərəfi 2-yə vursam 4y bərabərdir 22. 2x plus 3y bərabərdir nəyə? 16-ya. Nə edərik biz burada? Tərəf-tərəfə çıxsaq. 4y-dən y çıxsam, 3y çıxsam y, 22-dən 16 çıxsam 6. Y 6-dırsa, gətirib ixtiyarı birində yazsam 12 bərabər 11-ə, x-ın da taparam mənfi 1. Demək, həllər cütümüz nə oldu? Mənfi 1, 6. Gətirib ikinci tənlikdə nəzərə alsaq, olacaq bizdə nə? X-in yerinə mənfi 1 yazdım. Mənfi 1 plus 2y. Y-də 6-dır, yəni 12. Bərabərdir nəyə? 19-a. Mənfi B bərabərdir 7-yə. B-də nəyə bərabərdir? Mənfi 7. B variantı. Şəklə əsasən X-i tapın. X-i necə taparıq? 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısı, 60-ın qarşısındakı katetdə digər katetin, səhv yazdım, kök 3 misli. Yəni 5 kök altında 3. X nəyə bərabərdir? 5 kök altında 3-ə. 0.8 ədədi hansı ədədə bölsək biz 5-də 4 alarıq. X dedik 5-də 4. Çarpaz vursaq. 4x bərabərdir. 0.8-də nədir? 5-də 4 vurulsun 5. 5-lər gedər. 4x bərabərdir 4-ə. X da nəyə bərabərdir? 1-ə. C variantı. 43. Uşaqlar, çox hədlisi verilib bizə x-in kvadratı minus ax plus 15. Bizə deyir ki, nəyə soruşur bizdən a plus b. Hə, biz birinci a çox hədlisini tapmalıyıq. A çox hədlisini bu çox hədlinin içindən tapacaq və a da nə deməkdir? Burada a-nı da təyin eləməliyik. Sonra yerinə yazaq. Nəysə, başlayaq. Demək, bu çox hədlinin bir vuruğu neçədir? X plus 3 vurulsun. Biri də neçədir? Ax. Bu belə. Uşaqlar, belə çıxır ki, x plus 3 bunun vuruğudursa, onda x bərabər mənfi 3 bunu sıfıra çevirəcək. Onda yerinə yazsaq, mənfi 3-ün kvadratı 9 plus 3a plus 15 bərabərdir 0-a. 3a bərabər mənfi 24, a nəyə bərabər olmuş olur? Mənfi 8-ə. A mənfi 8-dirsə, gətirib yerinə yazsaq, x-in kvadratı plus 8x plus 15 bərabərdir. Vuruqları tam şəkildə yazsam, x plus 3, x plus 5 şəklində yazarıq. Axı, burada a çox hədlisinin yerində nə durub? Ax çox hədlisi x plus 5 oldu mu? Və bizdən a-nı istəyirdi.
Daha doğrusu bunların cəmi. Ya A. A-nı biz neçə tapdıq? -8. Yəni A -8. X-in yerinə -8 yazsam, plus 5 nəyə bərabərdir uşaqlar? -3-ə. Bu qalsın. Bunu saxladıq. Keçdik növbəti həll eləməyə. İkinci çox həll elə. Digər nə verir bizə? Verir ki, x-in kvadratı plus 6x plus b bərabərdir. Vuruqlara ayırmışıq. X minus 2 vurulsun bx. Uşaqlar, buradan da görürük ki, x minus 2 bu çox həllinin vuruğudursa, demək, x-in yerinə biz neçə yaza bilərik? 2 yazsaq, nə olacaq? 4 plus 12 x plus b bərabər 0. B də nəyə bərabərdir uşaqlar? Daha doğrusu burada 6-nı 2-yə vurdum, 12 verir. X yoxdur. 12. Demək, toplasam 16 və necə 16? -16. Gətirsək, B-nin yerinə yazsam, x-in kvadratı plus 6x minus 16 bərabərdir. Vuruqlar hansı şəkildə idi? X minus 2. Digərdə onda nə olacaq? X plus 8. Buradan da görürəm ki, bx çox hədlim nəyə bərabərdir? X plus 8-ə və məndən də nəyi verir? B-ni. Onda nədir? B-ni neçə tapmışdıq biz? -16. O da nəyə bərabərdir uşaqlar? -16 plus 8-ə. Bu da necə edir? -8. A plus B. Bizə nə verir? A-nı neçə tapmışdıq? -3 plus -8. Bu da nə verir bizə? -11. D variantı. Gəldik növbəti suala. Bucaqlarından biri 50 dərəcə olan bərabər yan trapezin böyük bucağını tapın. Uşaqlar, bərabər yan trapezi nədir? Yan tərəfləri bir-birinə bərabər. Oturacağı bitişik bucaqlar da bir-birinə bərabər olacaq. Üst bucaqlar da bir-birinə nədir? Bərabər. Və bucağı 50 veribsə, biz də bilirik ki, iti bucağımız 50 olar da. Onda kör bucaq üçün neçə dərəcə qalır? 130 dərəcə. Oxşarlıq əmsalı 3 olan K-nı verib bizə 3. Birinin sahəsi 9. Yəni S1-i 9 verib, digər üst bucağın sahəsinin ala biləcəyi qiymətləri cəmi. S2-nin ala biləcəyi qiymətlər cəmi nə deməkdir? S1-in S2-yə nisbəti bir dəfə K-nın kvadratı, bir dəfə də S2-nin S1-ə nisbəti bərabərdir K-nın kvadratı. Bu hallara baxacaq. S1 neçədir? 9. S2-yə bərabərdir K-nın kvadratı. 3-ün kvadratı neçə edir? 9. Buradan S2-nin 1 olduğunu alırıq. Digər halda da S2 bölünsün 9 bərabər 9-a. Buradan da S2-nin neçə? 81 olduğunu alsaq. S-in aldığı qiymətlər cəmi soruşmurdu mu? Nəyə bərabər olacaq? 82-yə. Tənliyin köklərindən biri A olarsa, baxırıq bu kvadrat tənliyin kökləri nədir uşaqlar? Toplayanda 9, hasili 14. 2 ilə təbii ki 7-dir də. Onda x1, 2, x2 neçədir? 7. Və mənə deyir ki, tənliyin köklərindən biri A olarsa, 2 A-nın ikisi üçün də baxaq. Cavablar eyni çıxmalıdır. Əgər kökün biri A-dırsa, onda belə çıxır ki, A nəyə bərabərdir? 2-yə. Yazaram yerinə. 2 minus 4 vurulsun 2 minus 5. -2 vurulsun -3. Cavab nəyə bərabərdir? 6-yə. Yaxşı, digər köküm neçədir? 7. Axı A 7-yə bərabər. Bu səfər isə baxaq, A bərabər 7 halına. Onda nə olacaq? 7 minus 4 vurulsun 7 minus 5. 3 vurulsun 2. Yenə də cavab nə çıxır? 6 çıxmış olur. Demək, doğru cavabımız nə olacaq? 6. 5A bərabər 3B şərtini ödəyən, onda nə çıxır? A 3K, B 5K. Və əbobu bizə verib. Əbob A, B 6 olarsa, A-nın yerinə yazaram 3K, B-nin yerinə yazaram 5K. Bu verib bizə 6. Uşaqlar, K-nı ortaq vuruq kimi çıxarsaq qarşıya əbob 3, 5. Qarşılıqlı sadə ədədlər olduğuna görə bunların əbobu nəyə bərabərdir? 1-ə, yəni K nəyə bərabərdir? 6-ya. Məndən nəyə soruşur? A plus B cəmi, yəni 3-lə 5-in cəmi neçə eləyir? 8K. K da 1-dir. Daha doğrusu 6-dırsa 8 vur 6. Nəyə bərabərdir? 48-ə. Doğru cavabımız olacaq 48. Aha, gəldik 48-ci eləsi tapşırığa. Bir əlinin qüvvəti. Bir əlinin qüvvəti nə deməkdir arkadaşlar? Onun dərəcələrini toplayırıq. 3-in bizə neçə verib? 13. M-in hasilinin ən böyük qiyməti. M-in hasilinin ən böyük qiyməti deyirsə, bir-bir qiymətlər versək, burada uşaqlar qoyuram, yazacaq, genişləndirək. Əgər n-ə mən 1 versəm əgər 3 1 3, M üçün neçə qalır? 10 qalırmı? Onda bizdə M-in hasili nəyə bərabərdir? 10-a bərabər olacaq. Yox, əgər mən n-ə 2 versəm, 3 2-nin 6, M üçün neçə qalır? 7. Onda 2 vur 7 və 7 vur 2 neçə edir? 14. N-ə biz 3 versək, M üçün neçə qalır? 3 üçün 9, 4.
3 4-ün 12. N'ə 4 versəm, 4 üçün 12, n üçün neçə qalacaq? N üçün 1. 4-ü də 1-ə vursam neçə eləyir? 4. Bu ki, n-ə mən 5 verə bilmirəm. 5 üçün 15 aşır. Bunu aşdı. Onda nə qalır? Bunların içində ən böyük nəyə bərabərdir? 14-ə. Demək, n-in hasili nəyə bərabər olur? 14. 49. Diaqramda mağazaya gətirilən banan, portağal və üzümün haqqında məlumat verilmişdir. Bananlara uyğun bucaq 150, portağallara uyğun bucaq 120, qalan hissə isə üzümə aiddir. Uşaqlar, tam bucaq neçə dərəcədir? 360-ın olduğundan burada üzüm üçün neçə qalır? 90 qalırmı? 90 dərəcə. Bunu bildik. Deyir ki, bizə bananlara uyğun portağal 150, bunu bildik. Bananlara 40%, portağalların 25%, üzümlərin 50% satıldıqdan sonra qalan meyvələrin birlikdə kütləsi mağazaya gətirilən meyvələrin ümumi kütləsinin neçə faizi olar? Uşaqlar, mağazaya gətirilən ümumi kütləni biz götürərik 360 kiloqram. Çünki tam bucaq 360-dır. Elə rəqəmlər götürən ki, hesab əməllərimiz rahat olsun. Əgər ümumi meyvələrin kütləsi 360-dırsa, onda banan üçün nə qədər olur? 150 kiloqram olarmı? Portağal üçün olar bizdə 120 kiloqram. Üzüm üçün nə qədər qalır? Üzüm. Bunun üçün də olur 90 kiloqram. Bunu tapdıq. Sonra gəldik növbəti şərtlərə. Deyir ki, bananın 40%, yəni 150-nin 40%-ni taparıq. Sıfırları apararıq neçə? 60 kiloqram. Yəni 60 kiloqram satılıbsa 90 kiloqram qalıbmı? Keçərik portağallar üçün. Portağallar üçün də deyir ki 25%, yəni 120-nin 25%-i satılıb. 25 nə yapırsan 4. Bunda da qalır 30 kiloqram. Şöyle bunda da 30 kiloqram satılıb. 120 var idi, 30'u satıldı. Nə qədər qaldı? 90 kiloqram. Eyni olaraq da üzümün də deyir ki 50%. 50% nədir? Yarısı da. Onda nə qədər satılmış olur? 45 satılıb, 45 kiloqramı qalır. Və ümumi qalan meyvələrimiz bu qədərdirmi? Bunları da cəmi neçə eləyir bizə? 225. Deyir ki, satdıqdan sonra qalan meyvələrin birlikdə kütləsi mağazaya gətirilən meyvələrin ümumi kütləsinin neçə faizidir? Qalan 225, mağazaya gətirilən ümumi kütlədə 360. Sonra neçə faizdir deyir, tapıb getsin. 0 aparsan 1'in, 9 ilə aparsan burada 4, burada 25, burada da demək vurulsun 10. Bu da bizə neçə verir? 62 tam onda 5'i verərmi? Doğru cevabımız ne olur bizdə? 62 tam onda 5. Belə keçdik. Burada ətraflı yazı tələbinə tapşırılarda hamısı desən məsələdir. A və B məntəqələri arasındakı məsafə 21. Hər hansı bir dənə məntəqəni çəkək özümüzdən. Bu olsun A məntəqəsi, bu olsun B məntəqəsi. Bunlar arasındakı məsafə 20. Bunu tapdıq. Sonra deyir nə deyir? Eyni anda hərəkətə başlayan iki piyadadan birincisinin sürəti ikincisinin sürətindən 1 km/saat çox olarsa, uşaqlar burada V1 ilə gedib, biri də V2 ilə. Deyir ki, birincisinin sürəti ikincisinin sürətindən 1 km çox. Mən əgər V2-yə x ilə gedibsə, sürəti x-dırsa, onda V1 ondan 1 km çoxdursa, 1 km/saat çoxdursa, onda buna nə deyirəm? X plus 1 demiş oluruq. Və gəlirik növbəti şərtə. Deyir ki, birinci piyada B məntəqəsinə ikinci piyadadan 1 saat tez çatır. Əlbəttə ki, sürəti çox olan daha tez çatmış olacaq. 1 saat tez çatmış olur. Onda T2-dən T1'i çıxarıq. Nəyə bərabərlər? 1'ə. Məsəl üçün. Sürəti çox olan V1'dir. Bu 3 saata çatsa, bu birisi məcburən neçə saata çatır? 4 saata da 1 saat ondan geç. Onda 4-dən 3 çıxanda 1 verirmi? Bu şərtlə yanaşsaq, demək, məsafə də bizdə verib də məsafə onsuz dəyişməzdir. 20'dir. Onda T1'i tapsam uşaqlar, S-i o sürət düsturundan tapırıq da. V bərabərdir. S bölünsün T-dən. T-ni tapanda necə tapırıq? Məsafəni bölürük sürətə. Onda T1'imiz neçə olacaq? Məsafə 20. Sürətimiz neçədir? X plus 1. Bu belə. Sonra V2 üçün, T2 üçün neçə taparıq? Yenə də məsafəmiz 20'dir. Sürətimiz neçədir? X. Gətirib bunu bu ifadədə nəzərə alsaq burada. Onda nə olar bizdə? 20 bölünsün x minus 20 bölünsün x plus 1. 1'ə bərabərdirmi? Bunlar üçün orta məxrəci nədir? X plus 1. Birinci kəsirimi nəyə vururam? X plus 1'ə, yəni 20 x plus 20 minus 20 x-a
bərabərdir 1-ə. 20x-lər gedər və bunu çarpaz vursuq. X vurulsun, x plus 1 bərabər olacaq nəyə? 20-yə. Onda x-imiz nəyə bərabərdir uşaqlar? 4-ə. Niyə? Çünki x plus 1 ardıcıl ədədlərdir və 4 ilə 5 də ardıcıl ədədlərin hasılı 20. X-imiz oldu 4. Məndən nəyi soruşur? İkinci piyadanın sürətini tapın. İkinci piyada ilə x demişik. İkinci piyada nəyə bərabər olur? 4-ə. Gəldik 51-ci suala. O mərkəzli çevrəyə AB toxunan və AD kəsəni çəkilmişdir. AD kəsəni çevri ilə CD və D nöqtələrində kəsir. CD diametrdir. ACB 120. Uşaqlar, əgər ACB 120-dirsə, bunun qonşusu üçün neçə dərəcə qalır? 60 dərəcə qalırmı? Və qonşusu 60-dırsa, o 60 da bizim nəyimizdir? Daxilə çəkilmiş, daxili bucağımızda daha doğrusu. Daxili bucaq söykəndi qövsünün yarısı olduğundan bu qövsümüzün dərəcə ölçüsü neçə çıxacaq? 60 dərəcə, daha doğrusu 120 dərəcə. Bunu tapdıq. Uşaqlar, axı CD-nin də diametrini aldığını verir bizə. AD kəsəni və CD nöqtələri kəsirsə, CD diametrdir. Bəli, CD-ni verim diametr. Diametr çevrəni 2 bərabər hissəyə bölmürmü? 180, 180. Bura 120-dirsə, yerdən hissəsi qalır 180 olması üçün 60. Bizdən soruşur ki, A bucağını tapın. A bucağını da biz necə tapırdıq? Böyük qövsdən çıxırdıq kiçik qövsü, bölürdük 2-yə. 120-dən çıxaram 60-ı, bölərəm 2-yə. Necə qalır? 30. Doğru cavabımız nəyə bərabərdir? 30-a. Çevrənin diametri perpendikulyar olan vətər, diametrin uzunluqları 8, 18 olan parçaları bölür. Vətərin uzunluğunu tapın. Hər hansı bir dənə çevrə çəkərik. Diametrimizi çəkərik. Və deyir ki, diametr bu vətərə perpendikulyardırsa, 2 bərabər hissəyə bölmüş olacaq. Deyir ki, diametri hansı hissələrə ayırır? 8 və 18. Uşaqlar, biz bu vətərlər axı bərabər hissələrə bölünür. X desək, kəsişən vətərlərin xassəsinə görə x vurulsun x bərabərdir 8 vurulsun 18. X-in kvadratı bərabərdir. Demək, 8 vurulsun 18-i parçalayırım 2 vur 9. Kimi x nəyə bərabərdir? 16 vur 3. Daha doğrusu 3 yox 9. Bu da nə olur? 4 vur 3. Bərabər olurmu 12-yə? Demək bizdə bura oldu 12, bura oldu 12. Ümumi vətərimiz neçə çıxır? 24. Doğru cavab 24-ə. X-in hansı qiymətində kəsirin mənası yoxdur? Kəsirin mənası olmaması üçün uşaqlar, daha doğrusu mənasının olmaması üçün məxrəcimiz nəyə çevrilməlidir? 0-a. 4x minus 6 bərabər 0, 2x bərabər 3, x nəyə bərabərdir? 1/5-ə. Demək, x 1/5 olanda kəsirimizin mənası olmaz. Hazırlıq qutularından ibarət İbtidai siniflər, təkmilləşdirmə sinifləri və abituriyentlər birlikdə 300 nəfərdir. Demək, bizdə nə var imiş? İbtidai var imiş, təkmilləşdirmə var imiş, bir də nə var imiş? Abituriyent. Və bunların birlikdə cəmi neçə verib bizə? Abituriyent 300. Belə. Demək, ibtidai siniflərdə təkmilləşdirmə siniflərindən 2 dəfə çox. Təkmilləşdirmə ilk x olsa, ibtidai ondan 2 dəfə çox 2x demək deyilmi? Bu da belə. Sonra bizə nə deyir? Təkmilləşdirmə sinifindən 20 nəfər çox olarsa, nə abituriyentlər isə təkmilləşdirmədən 20 nəfər çox, yəni x plus 20. Uşaqlar, bu verilənləri götür burada yazaram da yerinə. 2x plus x plus 20 bərabərdir nəyə? 300-ə. 3x 4x 20 çıxsam 280. X-imiz neçə çıxacaq? 70. Bizə nəyi soruşur? Təkmilləşdirmə ilə təkmilləşdirmə x demişdik. Doğru cavabımız olur 70. Ana qızların yaşları cəmi. Demək, uşaqlar, ananın yaşına bir x deyirsən, qızının yaşına da bir y deyirsən. Bizə nə deyir? Lütfən təmizdən burada deyirsən, sistem tənliyi qurulub həll olunacaq. Ana, qızı. Uşaqlar, ana x, qızı y. Deyir ki, onların x plus y. Onların birlikdə neçə yaşı var? 60. Deyir ki, 3 il əvvəlki yaşı, ananın 3 il əvvəlki yaşı nə deməkdir? Yəni, yaşından 3 il çıxacam da, 3 il əvvələ qaydırıq. Sonra deyir ki, qızının 6 il sonraki yaşı. Qızın 6 il sonraki yaşı nə deməkdir? Yaşın üstünə 6 gələcək də, 6 il sonra. 2 dəfə çoxlar. Yəni, ananın yaşı bu qızın yaşından 2 dəfə çox. X minus 3 bərabərdir 2 vurulsun y plus 6. Şöyle bu sistem tənliyi həll eləyərək. X plus y cəmində biz neçə tapmışıq? 60. Bunu bir dənə sadələşdirək. X, y də sadələşdirib uçsu. X minus 2y olacaq. Çünki sol tərəfə keçirdəcək. Bərabərdir. 2 6-ın 12, mənfi 3 də bu izə keçsə olur 15.
x plus y bərabərdir 60-a. Tərəf-tərəfə çıxsam, ikincindən birinci çıxsam, x-dan x çıxsam 0, y-dən mənfi 2y çıxsam 3y, 60-dan 15 çıxsam olur 45. Buradan y-i neçə tapırıq biz? 15. Y əgər 15-dirsə, x-imizdə neçə çıxır? 45. Bizdən nəyi soruşurdu? Ananın indiki yaşı. Anaya biz nə demişdik? X. Demək, x neçə çıxdı? 45. Ananın neçə yaşı var? 45 yaşı. Bu da oldu bizim sonuncu sualımız. Yaddan çıxan suallar qalmadı ki. Belə. Yaxşı, sağ olun şagirdlər.